Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi ixtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirə salınmaz əks tədbirlərin görülməsini zəruri edib. Müəyyən olunub ki, Talih Kamiloğlu Bağırov, Elman Seydəmiroğlu Ağayev, Zülfüqar Səddəddin oğlu Mikailov və Əbülfəz Heybətoğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədi ilə Müsəlman Birliyi adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və Respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək Respublikanın əhalisinə hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədi ilə 2015-ci il noyabrın 26-sında Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfər yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və sair götürülüb. Cinayətkar dəstənin Talih Bağırov başda olmaqla 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaqa aparılır.